Bu məsələ dindən qaynaqlandığı üçün birinci mən dini baxışı deyim. Təbii ki. Dinin mövqeyi nədir burada? Ümumiyyətlə, Quran-ı Kərimdə, bizim İslam ənənəmizdə, Həzrət Peyğəmbərin buyruqlarında dəxli yoxdur. Burada məzhəb, məktəb fərqi demədən hamısında ümumiyyətlə yas məclisi, yas mərasimi deyə bir anlayış, bir hədis, bir söz, bir buyruq yoxdur. Yəni, Peyğəmbərimizin dövründə də öz övladları vəfat eləyib, həyat yoldaşı vəfat eləyib, əmisi, dayısı vəfat eləyib. Bilirsiniz də, indi o dövr savaşlarına xarakterik olduğu üçün şəhidlər çox olurmuş, vəfat eləyənlər və bunlara 3 gündən artıq yas da nə mənada? Yəni ki, bilsinlər ki, tutaq ki, biri gəlib onu toya dəvət eləməsin. Bu mənada yasa da, yoxsa oturub evdə ağlaşma, şivə məclisi qurmaq yox. Məsələn, o mənada ki, yəni bu adamın yastıdır. Bu 3 gün yastıdır. Ondan sonra vəssalam. Da bu adam üçün yas. Məclisdə əşk olmuyor. Sadəcə bir fakt var ki, Həzrət Həmzə Peyğəmbərin əmisi şəhid olarkən, Peyğəmbər tövsiyə etdi ki, hazırda onun yaxınları, ailəsi onun yasından, dəfnindən başı qarışıqdır. Onlara, uşaqlarına yemək aparın. Yəni, insanlar onların evlərinə, sahabələr, müsəlmanlar yardım etdilər, kömək etdilər. Tutaq ki, indi bir insanımız vəfat edirsə... Bir ənənənin də başlanğıcı qoyuldu. Qoyuldu və ondan sonra da o cür davam etdi. Sadəcə tədricən getdikcə ki, insanlar biraz dindən uzaqlaşdılar, biraz bu əcnəbi adət-ənənələr qarışdı, biraz xurafat qarışdı, biraz siyasət qarışdı, hər bir tərəfdən bir müdaxilə elədi, biraz da siz dediyiniz kimi şan şöhrət bazdı filanlar. Bax, belə şeylər nəticədə gəldi, bugünkü günə çıxdı. İndi bugünkü bu məclisləri ümumiyyətlə ehsan məclisi adlandırmaq olmaz. Niyə? Çünki ehsan məclisi təmənnasız və pulsuz, qarşılıqsız verilən bir yaxşılığa deyilir. Ehsan sözü yaxşılıq demək. Yəni bizdə ehsan deyəndə yalnız aş və qarın yemək nəzərdə tutulur. Bu yanlış tərcümə və təfsir olunur insanlarımıza. Ehsan məsələn istənilən bir yaxşılıq etmək, birinə xoş söz demək də ehsandır. Bir sədəqə vermək də ehsandır. Birinə xeyirxahlıq eləmək də ehsandır. O cümlədən yemək süfrəsi də açmaq ehsandır. Amma yaxşı, bu nə vacibdir ki, insan öləndə onun da adını urvat qoyasan ki, o adam ki, mənim ölümə qarnınla, yeməyinlə qiymət verəcəkdir, o heç mənim məclisimə gəlməsə yaxşıdır. Əksinə, o gələn adam düşünməlidir ki, məsələn, bu adamın filan şeyi çatışmaya bilər, mən bir kisə düyə alım aparım. Onun filan şeyi çatışmaya bilər, mən onun uşaqlarına, məsələn, su alım aparım. Yas yerinə adamlar belə getməlidir. Məsələn, yas mərasimi olmalıdır, hazırlıq görülməlidir. Hər bir tutaq ki, avtomobil lazımdır, biri gəlsin bunu təklif eləsin, biri gəlsin. Yəni, dinimiz bax belə deyir, ha. Amma bizdə nə cürdür? Adam öldü, o adam ölən yadından sıxır, onu dərd alır bilirsiniz mənə. Allah, indi bunlar cəmaat gəlib məni qınayacaq. İllərlə də ham danışır, ha, bu da həqiqətdir. Filankəs atasının yerində heç düzgün yas mərasimi ki, kişi ona ömrünü sərf eləmişdi. Bu onun yerində bulku ilə çay verdi, nə bilim limonlu su verdi. Yemək vermədi. Dədəsinə belə hörmət qoydu. Bax, bunu da etiraf eləmək lazımdır ki, bizim xalqımızın içində çox düşüncəsiz və düşük, çox da belə xalqımızın o gözəl mentalitetinə, gözəl o ənənələrimizə, dəyərimizə, xalqımızın o genetik fonduna zidd olan, uyğun olmayan belə bir ət-tökən adətlərimiz də var. Bunu etiraf eləmək lazımdır və bunları da rədd eləmək lazımdır. Amma bu adətlər indi Sovet dövründə də var. İndi Sovet dövründə də şu ara sərf eləyirmiş ki, bu millətin adətini hörmətlə mən xatırlayıram, ehsan da verilirdi. Hətta hər həftə cümə axşamı da verilirdi. Baxmayaraq ki, Sovet vaxtı belə deyək də din dövlətə qarışmırdı, dövlətdən din ayrı idi. Amma yenə də hansısa bir məsələn mən təzyiq ya nəsə xatırlamıram. Bəlkə məndən daha yaşlı olanlar bunu xatırlayır. Hətta uşaq vaxtı onu da xatırlayıram ki, qonşuda və yaxud qohumda kimsə rəhmətə gedəndə, vəfat eləyəndə evdəki bütün mebellərin, televizorlara qədər üzərini örtürdülər. Həmin evdə heç bir hətta qonşunun evində belə heç bir mərasim, heç bir şənlik mərasimi keçiriləmirdi. Amma yəni həmin o ehsan indi bəlkə biraz azalıb mənim düşüncəmə görə. Məsələn, mən xatırlayıram o vaxtlar hətta hər cümə axşamı belə kimlərsə toplaşırdılar, hüzrə gedirdilər. Bilirsiniz, Sovet dövrünün qaydaları indiki bizim günümüz üçün örnək ola bilməz. Çünki Sovet də ideoloji bir təbliğatın necə deyirlər, yanlış ideoloji təbliğat. Yox, məsələn, qəbirstanlıqda Quran oxumaq adətini Sovet hökuməti gücləndirirdi ki, yəni bu kitabın içindən heç kim xəbər olmasın, elə ölü kitabı kimi də tarixə yazılsın, belə də istifadə olunsun. Məsələn, molla, din xadimi kimi adamları harada yöndəmsiz, belə ağılı, yüngül filan adamlar varsa, bunları
qabağa verir. Yəni dinin obrazını Quran deyəndə zaten ən çox hatırlanan şey Yasin idi. Hə, da yəni belə ki, ləkələmək üçün ki, yəni budur da dininiz sizin belə. O ağlaşma məclisləri ilə bəzilərində fəxr eləyir ki, Sovet dövründə də biz gedib şəxsi vaxtı keçirdik falan. Sovet dövründə gətirib İbn Sinanın fəlsəfəsini yaydanda görüm eləyə bilirdim. Sovet dövründə gətirib Quranın təfsirini təbliğ eləyirdin, görüm eləyə bilirsənmi? O Sovetə də sərf eləyirdi ki, sən elə onunla gedib enerjini o cür şeylərə sərf eləyəsən ki, elə deyəndə də desinlər ki, budur da bu xurafatdır bunların dini. İndi ehsan məsələsinə gəldikdə isə Sovet dövründə indi bəlkə insanların imkanı yaxşı idi. Biraz da bir-birinə gedib sosial əlaqələri daha da inkişaf elətdirməkdən ötürü mehribançılıq üçün bir bəhanə axtarırdılar ki, bunun oğlu əsgəriyə getdi, gəlib gedirdilər. O əsgərdən gəldi. İndi yoxdur, bu şeylər ləğv olub gedir. Çünki təbəqələşmə, sinifləşmə artıbdır. Kasıb təbəqə uzaqdır. Bir müəyyən müasirliklə də ünsiyyət azalıb. Və Sovet dövründə bu sadəcə bir bəhanə idi. Cümə axşamı adına günü deyirdilər falan deyirdilər belə şeylər. Onlar var idi və heç kim də bundan narazılıq eləmirdi. Çünki imkan yaxşı idi, sosial durum yaxşı idi. Və dindən də bu qədər sui-istifadə halları yox idi. İndi adınız yas mərasimi qoyur, gedir molla oturur, başlayır siyasətdən danışmağa. Nə bilim, filan dövlətin əleyhinə fitva verməyə, nə bilim, filan şeydən danışmağa. Və yaxud da ki, başqa xurafatlar yayır. İmamın nə məcdahanı qılınçla iki yerə parçalamasından danışır. Professor da başını tutur, durur qasır məclisdən, gedir ki, bu nə danışır. Yəni, bax, belə şeylərə görə... etiraz eləmək artıq düzgündür də, yas məclisində üzərində çəkməkdir. Bax, belə şeylərə görə, ümumiyyətlə də bu təməli dindən qaynaqlanırsa, gəlin dinimizə baxaq. Nə də bizim yaxşı gəl türkçülüyümüzə, millət, dövlət ənənələrimizə baxaq, görək ki, bu əvvəllər, bu Sovet dövrü ilə də əvvəl deyil, bu son tarixdir. Yaxşı, bundan əvvəlki vaxtlarda da bizim, məsələn, adət ənənələrimizdə, dədə babalarımızda belə şeylər olubmu ki, çadır qursunlar, nə bilim, yaxma arada, harada falan da, yas məclis, aş qazanlar açsınlar. Bu yoxdur, bu heç nə bilim, mən nə dastanlarımızda, nə Dədə Qorqud dastanında, nə obisində, nə falan da, bu bizim milli köylərimizdə də yoxdur. Həmçinin qeyd etdim ki, dində də yoxdur və bu da önəmli məsələdir. Azərbaycandan başqa ikinci bir müsəlman ölkəsi yoxdur ki, o cür təmtəraqlı, bir içki əksikdir da, mən ona qonaqlıq məclisi deyərəm. Yəni, onun adını İslam məclisi qoymaq olmaz, çünki İslam da elə olmur. Bu qonaqlıq versinlər adam. Qardaş Türkiyə olsun, Orta Asiya ölkələri olsun, bizim baxmayaraq ki, onlar da Sovet tərkibində olubdur bizi kimi. Həmçinin digər ərəb ölkələri olsun ki, İslam oralardan qaynaqlanıb gəlib də. Bizə baxmayaraq ki, ərəblər bizdən də zəngindirlər, bir dəvəni pişirib qoyurlar olsun. Bu, mən görmədim oradakı, yaxud da ki, bunun biz indi təbliğatında filanındakı, orada da belə yas məclisləri. Bu bir növü, bax, o Urvat söhbətini gözəl dediniz ki, bu tamamilə yanlış məsələdir. Urvat başqa şeydir. İnsan təsəvvür eləyin ki, anasına, atasına, sağlığında qayğı göstərmir, qocalar evində çürüdür. Sonra da öləndə gətirir, ehsan verir, nə bilim, məndə barjoma kimi, nə işçilərə kimi stolun üstünə qoyur. Başqa yeməklər nazını yeməkdir. Yəni, o atası anasına baxmadığının əvəzini o məclisdə verdiyi qonaqlıq məclisindən təəssürat yaratmaq istəyir gələn adamlarda ki, indi bilməyən, o birisi bir xəbər də desin ki, bu gözəllikdə məclis təşkil edib bizim qarnımızı doydurdu. Deməli ilə bu dədəsinin anasına da bu məclisdəki süfrədən veribdir. Bu Urvat bununla ölçülmür. Urvat qarınla ölçülmür. Urvat atıya, anıya, ölüyə sağlığında hörmət qoymaqla ölçülür. Aparıb üstündə neçə metr hündürlüyündə İtalyan mərmərindən daş qoyubdur. Üstünə də o müasir nə deyirlər bilmirəm, bu çəkmə kartla vurursan, orada bütün onun akıbını göstərir, nə bilim mən, kamera biri oradan çəkiliş şey. Yəni, bunlar görməmişlikdir. Bu, bizim millətin, Azərbaycan xalqının tarixi ənənələrinə, kökünə zidd olan məsələdir. Biz görməmişlikdir. Yaxşılıq eləmək istəyirsən atana, get bir küçəni, bu dəqiqə elə küçələr var ki, avtomobillər gedəndə belə-belə get oranı bir abadlaşdır, orada da başda da bir dənə bələdiyyədən icazəli yaz ki, mərhum bu küçədə yaşamış filan kəsin xatirəsi üçün bu edilibdir. Hamı da desin, Allah rəhmət eləsin bu kişinin atasına. Kim gedəcək o qəbristanlıqda, ildən aydan bir kimsə görəcək, görənlər də inanmalığa ikrahla baxır. Hamı belə də həsəd hissindən, biri paxıllıqla, biri bunun daşına bax, biri rişqəntlə baxır. Deyirə, bunun ağlı yoxdur, bu gətirib bu daşı qoy. Bu bizim babalarımızın baxın daşlarına, oyma daşlardan, hamısının da tarixi qəbristanlıqlarımızda var da, standart şəkildə. İndi o vaxtda o daş yonanlar falanlar varmış. Yazıblar, qoyublar ora standart şəkildə, ağanın da qəbri bəyində. İndi nadir hallarda Seyid Övliyə filan onların üstünə bir cümləsi varmış ki, o da nəyə görə uzaqdan biri ziyarətə gəlir, birdən yağış dolu yağar, solğunda qalmasın, girsin, daldalansın, oradan bir tikə götürsün, nəsə yesin. Bu mənada olubdur. Amma da indi artıq bunu ağ eləyiblər. Ehsan məsələsini çox ciddi şəkildə üstünə düşülməlidir. Özü də bizim gözəl dediniz ki, ağsaqqallarımız, rayon ziyalılarımız bunun qarşısını almalıdır. Bu çox biabırsıdır. Ondan sonra da... Əslində qanunla olunması təbii ki, qanun bilirsiniz, onda da durub deyirlər ki, dövlət hər şeyə qarşır, qanun hər şeyə. İndi nə olar ki, dövlətin qanunu da müəyyən şeylərə icazə verib, buna yol veribdir. Sən gedib ondan su istifadə edirsən. Dini azadlıq bu qədər verilib.
Adam oturub fürsət bilir onu. Başlayır siyasi İslamdan danışmağa. Başlayır radikallıq yaratmağa. Başlayır ölkə daxilində dini məzhəbçiliyi alovlandırmağa. Sonra da dövlət indi qanun qəbul edib, nədəsə məhdudlaşdıranda, onda da gedib Avropa məhkəməsinə verəcəklər ki, bizim dini darlarımızı tuturlar, bizi nə bilim burada həbs edirlər. Bizi qoymurlar danışa. Sən burada terror yaradırsan ağa, sən burada radikallıq yaradırsan. Sənə icazə verib də. O boyda torpağı dövlət aldı. Çatan kimi başladı məscid yemək. Hansı müsəlman ölkəsində var? Rapidini gəlsinlər ki, elə bayaq İrandan danışdınız. Dağıdırlar orada, qoymurlar əksinə məscidləri filanları. Bu sünnidir, qoyma, onu asla edam elə. Bu şiyə, bu vəhaidir filandır. Azərbaycan kimi varmı belə bir nümunədir? Dini tolerantlıq nümunəsi. Dini tolerantlıq və ikinci bir tərəfdən də dindarlara, inanclı insanlara yaradılmış bu dərəcə şərait. Buna əgər, müsəlman əgər hörmət qoymursa, bu nemətin şükrünü eləmirsə, bir gün də Allah bunu əlindən alacaqdır. Bunu Quran deyir, mən demirəm. Deyir, Allahın verdiyi o nemətə gərək şükür eləyəsən, naşükürlük eləməyəsən. İndi Allah sənə verib bu neməti, sən gah gətirib dədənin üstündə 15 minlik daş qoyursan. Gah nə bilim, keyf məclisi qurub adını qoyursan. Bilmirsən nə oyun çıxardasan. Get bundansa xeyir iş gör, yaxşı, gör nə bilim 15 min verib həccə gedirsən, 35-ci dəfə.